Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bəzən binaların söhbətgahlarında, bəzən isə zirzəmilərdə yaşayır. Xəbər verir ki, 50 yaşlı qadın paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsində İnqilab İsmailov küçəsində müvəqqəti sığınacaq tapıb. Ətrafdakı sakinlər onun kimsəsiz olduğunu və artıq 3 aydır küçədə qaldığını bildiriblər. Əməkdaşlarımız məsələnin mahiyyətini öyrənmək üçün həmin ünvana yollanıblar. 50 yaşlı Rəna Məmmədova fikrini dolğun şəkildə ifadə etməkdə çətinlik çəksə də, onun dediklərindən belə anlaşıldı ki, həyat yoldaşı və bacısı evinin açarını əlindən alıb və onu 3 aydır evə buraxmırlar. Müsahibin sözlərinə görə, əvvəllər ailəsi ilə hər hansı problemi olmayıb, lakin yaranmış problemin səbəblərindən danışsa da təfərrüata açılmaq istəmir. 3 aydır parklarda gecələyən Rəna Məmmədovaya ərazidə yaşayan sakinlər imkanları daxilində kömək edirlər.